Salam əziz şagirdlər. Bugün sizə hazırladığım bir sınağın izahını səsləndirəcəm. Elə isə başlayaq. Hansı cümlədə amonim olan feil işlənib? İlk sualımız budur. Bunu necə tapacağıq? Gəlin baxaq. Birincidə A variantına baxaq. Burada feilimizi tapaq birinci. Ümumiyyətlə bizə lazımdır ki, feili tapaq, sonra onun amonim olub olmadığını müəyyənləşdirək. Yəni ümumiyyətlə cümlədə feil yoxdursa, təbii ki, o cümləni çoxdan çıxdaş eləyəcəyik. A-da baxın, məhsulun bolluğundan tut ağacının gövdəsi 2-yə bölünmüşdür. Bax, burada bölünmək feildir, düz deyil. Bölünməyin biz hər hansı bir amonimliyin deyə bilmirik. Deməli, bunu götürmürük. Getdi bu. Sonra, həkimin dedikləri onu tamam ruhdan salmışdır. Ola bilər, düşünərsiniz ki, ruhdan salmaqda burada salmaq sözünü düşünərsiniz. Sal əslində özü amonim sözdür. Nədir? Bir, piltə şəklində iri, bütöv, yastı daş parçasıdır. Bir də salmaq mənasındadır da. Məsələn, deyirəm ki, quyuya ipi salıram. Məsələn, sifət kimi də işlənə bilir. Təbəqə şəklində olan sal, iri anlamında. Nəysə. Amma yadınızda saxlayın ki, burada ruhdan salmaq... bir dəqiqə. Burada ruhdan salmaq bir sözdür. İkisi bir. Ona görə mən bunu ayrı söz kimi salı götürə bilmərəm də. Başa düşdünüz? Frazemdir. Bunu parçalamıram. Bir söz kimi götürürəm. Bu da getdi. Şiddətli yanğın nəticəsində taxıl məhsulunun 1/4 yandı. Baxın, feilim nədir? Yanmaq. Yanmaq feilinin amonimliyi mən bilirəm də. Biri var elə yanmaq, burada olan feil. Bir də var yan tərəf. Deməli, amonimliyi var da, düz deyil. Qutardı, bunu götürəcəm. Cavabım budur. Amma o birisilərə də baxaq. Canəli kişi arvad uşaqla hey boş-boş deyinirdi. Deyinməyin bir mənası var. Getdi, amonim deyil. Sevər öz çalışqanlığı ilə sinifdən seçilirdi. Burada da amonimlik yoxdur. Qutardı, cavabımız C-dir. Keçək ikinci suala. Deyir, nümunədəki təsriflənən feillər haqqında fikirlərdən biri səhvdir. Əvvəla salaq yadımıza. Təsriflənən feillər nə idi? Bura yazıram feilin şəkilləri. Təsriflənməyəndə feili bağlama feil sifət məsdir. Baxaq, Həci xala çayda paltar yuyardı, Məmməd Sadıq damlarını suvardı. Heç bilməzdik, dağdı, daşdı, divardı. Baxın, feillərim hansılardı? Yuyardı, suvardı, bir də bilməzdik sözü. Bizdən nə istəyir? Təsriflənən, yəni feilin şəkilləri olsun. Gəlin baxaq. Yuyardı, yumaq sözün kökü ar, qeyri-qəti gələcək, bu da idi hissəciyi. Sonra suvardı. Su sözün köküdür. Sudan suvarmaq leksikdir. D da burada başlanğıca qoşulub, yəni leksikdən sonra gəlib başlanğıc formaya qoşulub deyə olur qrammatik şəkilçi. Yəni bu idi deyil ha, bu keçmiş zamanda. Sonra heç bilməzdik, dağdı, daşdı, divardı. Bilmək kök, məz deyə bir şəkilçimiz yoxdur deyə ayırırıq. M ayrı, əz ayrı, di ayrı, ki ayrı. Yəni, burada əz qeyri-qəti gələcəkdir. Di idi hissəcikdir, ki da sonluqdur. Dağdı, daşdı, divardı, o da çaşdırmasın sizə. Bunlar isimdir. Təsriflənən feillər bu 3 dənədir, gördüyünüz kimi. Feillərdən deyir, ikisi hissəci ilə işlənib. Bax, yuyardı, idi hissəci var burada. Suvardı, bu idi deyil, bu zamandır. Bunu götürmürəm. Bilməzdik, qeyri-qəti gələcək. Bu da idi hissəci, qutardı. Bunda da var. Deməli, ikisi hissəci ilə işlənib doğrudur. Bizdən səhv istəyir, getdi bu. Məlum növdədir. Yuyardı, suvardı, bilməzdik. Bəli, məlum. O biri növlərin şəkilçisi olmayanda məlum olacaq da. Getdi. Şudi keçmiş zaman. Hamısına, bu təsriflərin hamısına sən şudi keçmiş zaman deyə bilərsən? Yox. Niyə? Yuyardı, qeyri-qəti gələcək. Bilməzdik, qeyri-qəti gələcəyin inkarı. Suvardı, keçmiş zaman. Ona görə cavab C-dir. Feillərdən ikisi təsdiq, biri inkar. Bəli, ikisi təsdiq, biri inkar. Bilməzdik. Xəbər şəklindədir. Bəli, zaman olduqlarına görə. Getdik üçüncüyə. Qayıdış növdə olan təsriflənməyən feilin işləndiyi cümlələri müəyyən edin. Əvvəla yadımıza salaq ki, qayıdış idi, məchul idi, bir də hansı idi? Şəxsiz idi. Bu üçü hansı şəkilçi ilə? Ildı deməli. Ildı, 4 variantlı ındı. Bu şəkilçilərlə düzər, düz deyil. Bir də ola bilər ki, bunların saytı düşər də. L ayrı, N ayrı bu formada. İndi baxaq. Qayıdışda olan təsriflənməyən feildir. Yəni biz feil sifət, feil bağlama, məstər axtarmalıyıq.
Bağ-bağça sulandıqca ətraf yaşıllığa bürünürdü. Bürünürdüyünə işim yoxdur. Mən təsriflənməyənə baxıram. Sulandıqca. Dıqca nədir? Feili bağlama. Aha. Bağ-bağça kimsə tərəfindən sulanır da, düz deyil. Bu işi görən bir adam var. Və mən burada işi görəni görə bilmirəm də. Deməli nədir? Məchuldur. Su sözün köküdür. Sudan sulamaq, sulanmaq məchul növdür. Məndən qayıdış istəyir. Getdi. Əyninə boz palto geyinən Fərhad indi daha ciddi görünürdü. Görünür deyə baxmıram, yenə təsriflənəndir çünki. Geyinənə baxıram. Geymək sözün kökü in, leksik, an, ən, qrammatik. Uşaqlar, feillərdə hansı şəkilçidən sonra maq artırırsınızsa, inkarlıqdan başqa da, yəni mamədən başqa. Hansından sonra maq artırırsınızsa, maqmək. O bilin ki, leksikdir. Geyinmək olur deyə in leksikdir. Geyinənmək olmur deyə ən qrammatikdir. Aha. Deməli, geyinən özü geyinir də, düz deyil. Özü geyinir deyə qayıdış növdədir. Bunu götürəcəm. Amma geyilmək olsaydı, o olardı nə? Artıq məchul növ. Sonra, ətrafı yorğan kimi bürüyən duman çəkildikcə dağ öz əzəməti ilə baxanları valeh edirdi. Bax, bürüyən duman çəkildikcə. Aha, bürüyəndə görürəm ki, bir problem yoxdur. Yəni, bu məlum növdədir. Amma çəkildikcəni görürəm. Çəkmək kök, çəkilmək, Dıqca feili bağlama. Uşaqlar, özü çəkilir də, düz deyil. O dumanı gedib mən çəkmirəm ki. Deməli, işi öz üzərində görür. Qayıdış növdür də. Təsriflənməyəndə olduğunu hardan bilirəm? Dıqca ilə feili bağlamadır. 2, 3. Sonra, bu ehtiramdan həvəslənən mühəndis layihəsini tez bitirdi. Həvəslənənə baxıram. Həvəs kök, həvəsləmək yoxdur, həvəslənmək. Ən də burada qrammatik. Feili sifət. Lən deyə bir növ şəkilçimiz yoxdur deyə qayıdış növdə. Bu deməli məlumdur. Getdi. Həyəcandan tutulan Səməd bir qədər sonra sözünü bitirdi. Tutulan. Uşaqlar, tutulur, o donur qalır bir an, ondan söhbət gedir. Özü tutulur da, onu kimsə tutmur ki. İşi öz üzərində görür. Yəni qayıdışdır. Ona görə bunu da götürürəm. Cavab oldu 2, 3, 5 D variantı. Gəldik buna. Hansı cümlədə zərfin quruluşçu hər üç növünə rast gəlmək mümkündür? Baxaq. Uşaqlar işi başdan sovdu edib axşam tərəfi futbol oynamağa getdilər. Baxın, burada bir başdan sovdudur, bir də axşam tərəfidir. Başdan sovdu tərzi hərəkətdir. Deməli, olur mürəkkəb, axşam tərəf də mürəkkəbdir. İki söz birləşib. Bu da zaman məzmunludur. Başqa zərfim yoxdur, avtomatik bunu atıram. Yazın əvvəlində havalar tez-tez dəyişir. Deməli, yazın əvvəlində, burada əvvəl, bəli, zaman zərfi olur. Tez-tezdir bir də. Başqa yoxdur axı. Ona görə mən bunu da götürmürəm. Sonra, burada uşaqlar bir də tez-tezi mən sizə keçmişdim, xatırlayırsınızsa. Var zaman məzmunlu, var tərz hərəkət məzmunlu. Burada tez-tez mütəmadi anlamındadır. Yəni, daim dəyişir. Ona görə olur bu zaman məzmunlu, zaman zərfi olur burada tez-tez. Sonra, bu dəfə deyəsən hamı həmişəlik buradan köçüb gedəcək. Bu dəfəni götürürəm. Sonra həmişəliyi də götürürəm. Deməli, sonra nəyi götürürük burada uşaqlar? Aha, buradan. Bu dəfə nə zaman? Zaman zərfidir, mürəkkəbdir. Həmişəlik düzəltmədir. Zərfin özündən zərf yaranır. Bir də buradan sözdür. Bura sadədir, dan da qrammatik şəkilçidir. Hal şəkilçisidir, çıxışlı hal. Qutardı. 3 deməli, quruluşça növü də var. Sonra, məktublarına baxa-baxa ananın gözlərindən gilə-gilə yaş süzülüb tökülürdü. Burada problem olub, gilə-gilə defisi nə olmalıydı? Amma gilə-gilə zaten uşaqlar. Yəni, burada burada gilə-gilə necə, nə tərzdə anlamını ifadə eləyir? Bu zərfdə, amma baxa-baxa sözün zərf götürmürük. Uşaqlar, eyni feili artırılanda bu olur feili bağlama. Aydındır. Bunu feili bağlama götürəsiz. Sonra yaş süzülüb tökürdü. Başqa da zərf yoxdur. Getdi bu. Ortalıqda qalan işlərini bitirib günorta evə doğru getdi. Ortalıqdan götürürük. Düzəltmə zərfdir. Aha, günorta mürəkkəb zərfdir. Uşaqlar, sadə zərf. Çaşıb birdən evəni götürərsiniz. Evə isimdir. Məkan, mənalı isim. Ümumiyyətlə, məkan mənalı isimlə yer zərfin fərqini necə tutun? Baxın, isimlərdə konkretlik anlayışı olur.
Yəni məkan mənalı isim. Məsələn, deyirəm ki, elə ev sözünü götürək. Evə gedirəm. Evin təsvirini verə bilirsiniz də, düz deyil, şəklini çəkə bilərsiniz. Amma bir də var deyirəm ki, məsələn, geri gedir, yuxarı gedir, aşağı gedir. Bunun necə şəklini çəkə bilərsiniz? Yuxarı, aşağının bir şəkli ola bilər, gerinin şəkli ola bilər, yox. Deməli, ümumili, abstraktlıq olanda olur zərf, deməli yer zərfi. Konkretli olanda götürürük bunu məkan mənalı isim. Ev də konkretli deyə məkan mənalı isimdir. Getdi bu. 2 dənə zərfim var, cavab olur C. Bir də uşaqlar sizə bir şey deyim ki, mən burada ipucu olaraq bir söz deyəcəm, açar söz deyəcəm, amma indi demirəm. Biraz videomuz davam eləsin, ortasında filan deyəcəm videonun, açar sözümüz olacaq. Yəni o açar sözlə biləcəm ki, siz dərsi dinləmisiniz ya yox. Yəni bu video izaha baxmısınız ya yox. Aha. Baxaq 5-ciyə. Cədvələ əsasən uyğunsuzluğu deyir, müəyyən edin. Uşaqlar, uyğunsuzluq deyəndə yəni A-da sözləri verir, doğrudursa doğru, doğru deyilsə yanlış olmalıdır. Yəni hansında yanlışdırsa, doğru yazılıbsa uyğunsuzluq sayılır. İnişil uşaqlar və sırağa gün. Bunlar quruluşca sadə zərflərdir. Bəli, doğrudur. Açıqcasına 2 cür təhlil oluna bilər. Bəli, gəlin baxaq. Bir, belə olar uşaqlar. Açıqcasına sizdən zərf keçmişik. Deməli, açmaqdan açıq, açıqcasına. Bir, belə ola bilər. Bir də var uşaqlar, ola bilər belə. Bunu da yazım. Aha. Açıqcasına. Açıqca var ya, atkritka deyirlər. Açmaqdan açıq, açıqca, açıqcası, açıqcasına. Görürsünüz, 2 fərqli formada təhlil eləyə bilirəm. Bu da doğrudur. Zərf digər nitq hissələrinə də aid olur. Doğrudur. Məsələn, zərfin özünə də aid ola bilər. Məsələn, indi deyirəm ki, gecdir. Bax, görürsən. İndi dedi fərqli nitq hissələrdə, düz deyil. Məsələn, deyirəm ki, yaman yorğundur. Bax, yaman zərfdir, yorğun da sifətdir. Sifətə aid olur, feilə aid olur, bunu bilirsiniz yəni. Bu da doğrudur. Təsriflənməyən feillərlə əlaqəyə girmir. Girmir deyir. Bu yanlış fikirdir uşaqlar. Gəlin nümunəyə baxaq. Gec duran, məsələn. Gec duran, tələbələrimdən bilirəm, tənbəldilər, gec dururlar. Gec gəlirlər hazırlığa. Aha, gec duran, gec zərfdir, duran da nədir? Feili sifət. Deməli, təsriflənməyən formaya aid olur, qutarda əlaqəyə girə bilir. Deməli, yanlışdır bu. 1-1, 2-2 tipli sözlər say deyil, zərfdir, bəli. Deyir, 1-1 danış, 2-2 düzülün. Aha. Davam edək buradan, 6-cı sualdan. Deyir, mənim ürəyim hicran dağıdır. Bir də deyir ki, mənim ürəyimi hicran dağıdır. Uşaqlar, birincidə dağ anlamında deyir. O deyir, hicran dağıdır. Yəni, elə bir dağ çəkilib ürəyinə. O anlamında deyir. Bir də var deyir ki, ürəyimi hicran dağıdır, dağıtmaq feilidir. Sadəcə t-dı əvəzlənməsi baş verib. Ir da burada, indiki zamanda. Görürsünüz, fərqli təhlil olunur. İndi gəlin baxaq. Deyir ki, bu işarə olan fərqləndirilən söz isimli amonimdir. Birinci fərqləndirilən söz nədir burada? Mənim ürəyim hicran dağıdır sözdür. Düz deyil. Dağıdır sözü. O deyir, ürəyimə dağ çəkdin. Həmin dağdır buradakı dağ. Və isimli amonimdir. Bəli. Biri var, həmin buradakı dağ. Biri də var uşaqlar. O deyir, Kəpəz dağı, Murov dağı. Həmin dağdan söhbət gedir. Deməli, isimli anonim olması doğrudur. Sonra, quruluşca sadə və düzəltmə indi ikincini deyir bizə. Quruluşca sadə və düzəltmədir, təsriflənən feildir. Ümumiyyətlə, heç mən baxmıram cümləyə. Deyir, quruluşca sadə və düzəltmədir. Bu, ümumiyyətlə, doğru fikir ola bilər. Həm sadə olsun, həm düzəltmə. Əlbəttə, yanlışdır. Getdik. Yazılış və deyiliş arasında bir fərqli məqam var. Baxaq, mənim ürəyim hicran dağıdır. Necə təhlil olunar? Bax, birincidən söhbət gedir, ha. Deməli, hicran dağıdı. Uşaqlar, yadınızda saxlayın. Dır, dir, dur, dür. Xəbərli şəkilcisi var, ha. Onun tələffüzündə r düşür. Məsələn, sınız, siniz, sunuz, sünüz var idi. Tələffüzdə n düşürdü, sız olurdu. Məsələn, deyirəm ki, siz xoş gəlmişsiniz, olur gəlmişsiniz. Ya da tələffüzdə də olur gəlmişsiz. Aydındır bu formada. Sonra, nümunədəki dırdır, durdur şəkilsi amonimli xüsusiyyətinə malikdir. Bizə ikincini deyir, dağıdır. Ay uşaqlar, axı ikinci nümunədə nə dedik biz? Dedik ki, mənim ürəyimi hicran dağıdır. Dağıtmaq kökdür, dağıtmaq.
ır-dır şəkilçisi. Burada axı dır şəkilçisi yoxdur. Bu mənə deyir ki, dır şəkilçisi amonimdir. Bu da səhvdir deməli. Bizdən nə istəyir? Yerində olanları. Doğrunun altından doğrunu seçəcəm. Yanlışdan da nəyi seçəcəyik uşaqlar? Yanlış olan burada buydu uşaqlar. Bu doğrudur. Niyə doğrudur? Çünki yazılış deyiliş arasında bir fərqli məqam var. Bəli, dağı bir fərqli məqam var. Bu doğru fikirdir, amma yanlışın altında deyə seçməyəcəm. Buradan da 4'ü seçəcəm. Doğrudan doğru, yanlışdan yanlış. Sonra 7-ci sual. Hansı cümlədə feilin quruluşca hər üç növünə rast gəlmək olar? Sadə düzəltmə, mürəkkəb. Baxaq. Bütün varlığımla mən həqiqətə, doğruluğa inanan bir insanam. Siz isə məni dar ağacını asmağa hazırsınız. Bütün nə idi əvəzlik? Varlıq isim. Burada indi qoşmadılar. Mən əvəzlik, həqiqət isim, doğruluq isim şəkilçi var. İnanan feildir. Bir insanam, bir ədatdır. İnsan isimdir. Siz əvəzlikdir. İsə bağlayıcıdır. Mən əvəzlikdir. Dar ağac isimdir. Asmaq feildir. Hazır sifətdir. Aydındır. Feilin quruluşca hər üç növü, bunu götürə bilmərəm. Burada neçə feil oldu? Deməli, inanan, sonra deyir, asmağa hazırsınız. Burada sadədir, sadədir, sadədir. Hamısı sadədir, getdi. Döyüşdən qayıdan əskərlərimiz medal və təltiflərlə mükafatlandırıldı. Uşaqlar, qayıdan, baxın, an ən şəkilçisi, sadə feildir də, feili sifət. Deməli, mükafatlandırıldı. Burada da mükafatlan, sonradır, ıldı. Uşaqlar, bu da düzəltmə feil. Hanı və mürəkkəb feil görə bilmirəm. Çünki döyüş isimdir, əskər isimdir, medal isimdir və bağlayıcı təltif isim yoxdur. Üçüncü feil yoxdur. Sonra, gələnlər içəridəkilərlə salamlaşandan sonra gec olmadan çıxıb getdilər. Bax, gələnlər sadə feildir. Düz deyil, gəlmək, gələn, gələnlər. İçəridəkilər, daki gördünüzsə demişəm ki, nədir o? Sifət. Salamlaşdıqdan sonra salam, salamlamaq, salamlaşmaq. Dıqdan. Burada dıq əslində feili bağlamadır. Üzr istəyirəm, feili sifətdir. Dan da burada çıxışlı haldır. Nəysə, düzəltmə feildir də, avtomatik. Bu qoşmadır. Gec olmadan, gec olmaq, uşaqlar. Olmaq, etmək, eləmək adlara qoşulanda deyirdik ki, mürəkkəb feil yaradır. Bu da oldu mürəkkəb feil. Çıxıb getmək, bunun özü də mürəkkəb feildir. Gələnlər salamlaşdıqdan düzəltmə olur. Bu sadə, deməli, gec olmadan çıxıb getdilər də olur. Nə? Mürəkkəb feil. Cavabım ona görə C-dir. İndi D-də baxın. Bir zamanlar sən də bu doğma yurdun suyundan içib çörəyini bəhbəhlə yemisən. 2 dənə feilim var. İçib yemisən. Fisyo. Mənə 3 dənə feil lazım idi, ən azı. Getdi. Deyəsən, bu dünyanın malı təkcə sənə qalacaq, yoxsa özünü bu qədər parçalamazdın. Qalacaq, sadə feildir. Parçalamazdın. Parça, parçalamaq, düzəltmədir. Bir dənə leksik gördümsə düzəltmədir. Qutardı. 2 dənə var. Yəni sadə düzəltmə, mürəkkəb yoxdur. Bu da getdi. Keçək 8-ci suala. Aha. Cümlələrdəki feillərin qrammatik məna növləri hansı sırada düzgün verilib? Qrammatiklər bilirsiniz də, qrammatik məna növləri məlum, məçul, qayıdış, icbar, şəxsiz, onlardan söhbət gedir. Baxaq, idmançılar güləşdilər. Uşaqlar, sözün kökü nədir? Sözün kökü güləşməkdir. Güldən güləş olmaz. Güləşmək kökdür. Di burada zamandır, lərdə sonluqdur. Deməli, başqa bir şəkilçim yoxdur da. Bilirik ki, növ şəkilçiləri necə olur? Leksik olur. Il var, ın var, ış var, dır var. Bunlar var yəni. Burada görmürəm. Deməli, bu nədir? Məlum. Demişik sizlə artıqlar olanda atırıq məluma. Əgər şəkilçi varsa, funksiyasını yerinə yetirmirsə, atırıq məluma. Şəkilçi yoxdursa, atırıq məluma. Mürəkkəbdirsə, atırıq məluma. Baxaq, idmançıları güləşdirdilər. Güləşmək yenə. Sözün kökü güləşdirmək, güləşdirdilər. Uşaqlar, kimsə güləşdirir də. Bu icbar növdür. İcbarın şəkilçisi var. Yəni, burada bir məcburiyyət var. Kimsə elətdirir işi. İdmançılar güləşdirildilər. Uşaqlar, güləşmək, deməli, pozana keçdi. Bir dəqiqə. Deməli, burada deyir ki, güləşmək, güləşdirmək, güləşdirilmək deyirlər. Uşaqlar, çaşa bilərsiniz, deyirsiniz ki, müəllimə, burada güləşdirmək var, bunu da icbar götürüm. Yox, uşaqlar, sonuncu leksik şəkilçiyə uyğun götürəsiniz. Güləşdirilmək, il şəkilçisi var burada. Kimsə tərəfindən olur da, düz deyil və mübtədası da var. Qayıdış deyil ki, deyim, işi öz üzərində görür.
idmançılar işi özlərində görmür ki, onlara kimsə bu işi elətdirir. Aha. İş görən, yəni başqa bir adam bunları elətdirir. Yəni iş görən tam olaraq bilinmir kimdir. Bunları yəni güləşdirən kimdir. Güləşdirildilər, ona görə olur məçul növ. Ililulül. Qayıdış demirəm, işi özlərində görmür. Şəxsiz də demirəm ki, mübtədası var. Məlum icbar məçul hansıdır? C variantı. Yaman hamısı C getdi. Heç buna fikir verməmişəm. Aha. Gəldik 9-cu suala. Zərfin bütün məna növləri olan cümləni tapın. Deyir ki, Azad əvvəlcə müəllimə baxdı, sonra astaca sağa dönərək otaqdan çıxdı. Bax, əvvəlcə burada əvvəl zaman zərfi. Sonra zaman, astaca, bu da tərz hərəkət, sağa dönərək, bu da yer zərfidir. Görürsünüz 4 dənə var. Deməli, hansılar var? Zaman var, bunu işarələyək, bu da zamandır, tərz hərəkətdir, yerdir. Hansı yoxdur uşaqlar? Kəmiyyət zərfi yoxdur, ona görə getdi. Səlim cəld otaqdan çıxdı, sonra biraz fikirləşib geri döndü. Bax, cəld çıxdı, yəni cəld çıxdı. Cəld burada uşaqlar çıxdıya aiddir. Otağın yanında görüb sifət götürməyin. Cəld uşaq demirəm ki mən. Cəld otaqdan çıxdı. Cəld otaq ola bilər? Yox. Deməli, cəld burada çıxdıya aiddir də. Ona görə zərfdir. Sonra, bu tərz hərəkətdir. Sonra sözü hər hansısa bir haldan sonra gəlməyib deyə bu olur zaman zərfi. Biraz fikirləşib, nə qədər fikirləşib? Kəmiyyət. Geri döndü də yer. Aydındır, 4 dənə oldu. Ona görə cavabım B-dir. Arabir yağış yağanda yuxarıdan biraz su axır, evdəkiləri çox narahat edirdi. Arabir zamandır, yuxarı yerdir, biraz miqdardır. Başqa nə yoxdur burada? Uşaqlar deməli, zaman var, yer var, miqdar var. Tərzi hərəkət yoxdur uşaqlar. Çox narahat edirdi. Nə qədər narahat edirdi? Burada da kəmiyyət var. Amma şey yoxdur, tərz hərəkət. Evdəkilər də bilirsiniz də sifətdir. Getdim. Uşaqlar bağdan biraz meyvə dərib yavaş-yavaş oradan uzaqlaşdılar. Uşaqlar, biraz meyvə dərib, biraz meyvə. Deməli, burada ismə aiddir də. Olur, say. Sonra, yavaş-yavaş burada tərzi hərəkətdir. Oradan yer zərfidir. Çaşıb bu bağdanı götürərsiniz. Bağdan isimdir. Çünki konkretliyi var. Getdi bu. Çünki burada hansı yoxdur? Aha, kəmiyyət yoxdur məsələn. Biz irəli gedib hər tərəfi ehtiyatla nəzərdən keçirdik. İrəli yerdir. Sonra ehtiyatla tərzi hərəkətdir. Sonra başqa obrislər yoxdur. Aha, keçək 10-cu suala. Hansı cümlədə zərf yoxdur ümumiyyətlə? Görək, işarələdik. Aha. Deyir ki, duzdan bir qədər götürüb yarasına bastı ki, ağırdan gözlərinə bəlkə yuxu getməyə. Bax, burada zərf var, bir qədər, nə qədər götürüb, kəmiyyətdir, getdi. Sən az danışanlarla aran olmadığını bilirəm. Az danışanlarla, yəni deyir ki, nə qədər danışanlarla uşaqlar, az danışan. Yəni bu feilə aiddir də, düz deyil. Danışmaq feildir axı. Danışan feilinə aid olduğuna görə az sözü, burada olur zərf, getdi. Yayda baş tutan yoldaşlıq görüşündə tərəfdarların çoxu stadionda özünə yer tapa bilmədi. Yayda, uşaqlar, mən sizə demişdim, fəsilləri artırılan dadə zərf düzəldən şəkilçi idi. Yayda, payızda, nə bilim, qışda, bunlar dadə leksikdir. Zərf var burada, getdi. Sonra, bir də uşaqlar, tərəfdarların çoxu çaşmayın, bu saydı. Sonra D-də son texnoloji inkişafdan sonra havadakı çirkliyin miqdarı artmışdı. Uşaqlar, burada son isimdir, bilirsiniz. Texnoloji inkişafdan sonra dan-dən hal şəkilçisidə çıxışlığa. Hala qoşulanda buna deyirik biz qoşma, zərf demirik. Havadakı sifətdir, çirklilik isimdir, miqdar isimdir, artmaq feildir. Zərf yoxdur burada. Texnoloji sifətdir, inkişaf isimdir. Cavab ona görə D-dir. Onun bu barədə çox danışması ətrafdakıları bezdirdi. Çox danışması. Uşaqlar, sizə demişdim, mamədən sonra sı mənsubiyyət gəlirsə, bu maqməkdir, məstər. Bu da feildir, düz deyil. Feilə çox aid olanda nə olur? Zərf. Qutardı. Burada da var. Bu da belə. Keçək 11-ə. Hansı cümlədə kökü zərf olan sifət var? Baxaq. Oğullarımız igidcəsinə vuruşdular.
İgidcəsinə, necə, nə tərzdə. Casnacəsinə zərf düzəldir. Kökü nədir? Kökü sifətdir. Amma bizdən deyir kökü zərf olan sifət olsun. Yəni sözün özü sifət olsun, amma kökü zərf olsun. Amma burada sözün özü zərfdir, kökü sifətdir. Tərsinədir. Getdi. Sonra həmişəlik onlar buradan gedəcəklər. Həmişə kök, lik burada şəkilçi. Zərfdən zərf düzəldir. Yəni kökü də, özü də zərfdir. Kökü həmişədir, özü həmişəlikdir. Sonra bildir ki, hadisə hələ də tüklərimi ürpərdir. Uşaqlar, burada bildir ki, bildir sözü yadınızda saxlayın. Vurğu əgər düşsə, dirə olur feil. Bunu ona bildir. Amma vurğu düşsə əvvələ, keçən il mənasında olur. Keçən il olacaq, deməli, zərf. Aha. Yaxşı. Bildir ki, yəni vurğu düşəcək əvvələ, olacaq kökü zərf, ki də burada sifət düzəldən şəkilçi. Yəni kökü zərf, özü nədir? Sifət. Ona görə cavabım C-dir. Dosyana söhbətimiz çox da uzun çəkmədi. Dosyana söhbət necə söhbət uşaqlar? Və kökünə də baxın, kökü isimdir. Kökü bizdən zərf olan deyir. Burada uşaqlar, dosyana söhbətimiz, necə söhbətimiz? İsmin yanında gəldi deyə biz buna deyəcəyik sifət, aydındır, zərf deməyəcəyik. Sonra, bunun yesi də olmalıdır. Hə, bizimkilərdən heç kim xeyir görməyib. Bizimki yadınızda saxlayın, isimdir. Əvəzlik deyil. Heç kim qeyri-müəyyən əvəzlikdir. Xeyir isimdir, görməkdə feildir. Getdi. Gələk 12-yə. Bunu mən ancaq sınaq boyu uşaqlar dedi ki, müəllimə, bu məntiqi nədir, məntiqi nədir? Ay uşaqlar, baxın, hamısı zaman zərfində görürsünüz. Hələ nə zaman, hərdən nə zaman, ara bir nə zaman, onda nə zaman. Məntiqi nə ola bilər? Kök və şəkilçi ayırın. Hələ sadə. Hərdən düzəltmə, ara bir mürəkkəbdir. Deməli, bura nə yazmalıyam? Sadə, sonra bu düzəltmədir. Burada mürəkkəb yazmalıyam. Sadə və mürəkkəb zaman zərfi lazımdır mənə. Baxaq, daimi mürəkkəb deyil, getdi. Amma mürəkkəbdir, saxlayıram. Dəfələrlə mürəkkəb deyil, getdi. Sırağa gün sadədir, getdi. Burada deməli günorta ilə amban. Amma çəpəki nədir? Uşaqlar, düzəltmədir. Mən birinci sadəni seçməliyəm. Getdi, qaldı yenə. Yenə sadə, günorta mürəkkəb. Всё, bu qədər sadə. Qrammatik cəhətdən digərlərindən fərqlidir. Uşaqlar, dəfələrlə demişik. Ba, bə bitişdiricisi, ba, bə bitişdiricisi. Düzdür, zərf düzəldir uşaqlar. Amma yadınızda saxlayın. 3 dənə söz var. Rəngbərəng, növbənöv. Bir də bura yazıram sizin xətrinizə cürbəcür. Bunlar mürəkkəb sifətdir, zərf deyil. Bax, taybatay zərfdir. Baməzə deməli məzəlidir, sifətdir. Bimərifət sifətdir, növbənöv sifətdir, rəngbərəng sifətdir, taybatay nədir, zərfdir. Ona görə B-ni seçirik. 14. Fərqləndirilən sözlərdən heç biri feili bağlama deyil. Yəni, heç biri olmasın. Gəlsin birazcasa, duraq yan-yana, uğrunda qalmışam mən yana-yana. Bax, yan-yana, görürsünüz şəkilçi birindədir. Bu zərfdir. Uğrunda qalmışam mən yana-yana. Yanmaq feilini artırılıb da ağlar. Bu nədir? Eyni feilə A-ə şəkilçisi artırılırsa, bu feili bağlamadır. Bizə nə deyir? Deyir, heç bir feili bağlama olmasın. Elə birini seç ki, heç bir feili bağlama olmasın. Ümumiyyətlə, orada feili bağlama olmasın. Var, burada, getdi. Gözündən yaş dama-dama, şamdı dilə gəldi birdən. Dammaq feili. Dammaq feili A şəkilçi, feili bağlama, getdi. Ceyranları qova-qova cavab gəldi güllələrdən. Qovmaq feili var, var. Eyni feili artırılıb, feili bağlama getdi. Son dəfə seyr edib gözəmləri öpdü, dönə-dönə öpdü baharı. Ay uşaqlar, burada fırana-fırana öpdü demək deyil axı. Burada dönə-dönə, yəni dəfələrlə anlamındadır. Ona görə biz bunu ümumi heç burada kök və şəkilçiyə ayırmırıq. Bu elə götürülür nə? Mürəkkəb, zərf. Aydındır. Xəttim biraz pisdir burada, çünki planşetdə yazmaq biraz çətindir. Test üzərində üzrlü sayın ona görə. Aha. Cavabımız ona görə olur D variantı. Amma baxın, yanıram odulana, odulana. Oddan, odlamaq, odlanmaq, odlana, odlana. Görürsünüz. Eyni feili artırılıb, bu da feili bağlamadır. Getdik 15-ə. Feilin hansı zamanla imiş hissəcin artırmaq olmur? Uşaqlar, gəlin bir-bir yoxlayaq. Nəqli keçmiş zaman.
Məsələn, deyirəm ki, oxuyubmuş. Artırmadım. Oxumaq kök, ub nəqli keçmiş zaman, muşda imiş. Artıra bilirəm axı. Getdi deməli. Oxuyurmuş indiki zamanda. Görürsüz, bunda da artırıram. Oxuyurmuş. Getdi. Oxuyacaqmış. Baxın, oxuyacaqmış. Görürsüz, oxumaq acaqmış. Bunda da getdi, qəti gələcək. Qeyri-qəti. Məsələn, oxuyarmış qeyri-qəti. Görürsüz, buna da artırmaq olur. Şuhudiyə baxın, dı-di-du-du ilə dedim, yadda saxlayın. Oxudumuş olur. Olmur. Bəli, olmur. Ona görə götürürəm şuhudi keçmiş zaman. Sonra 16. Qayıdışla feillərdən birini məchulda işlətmək olmaz. Yəni, bunlar qayıdışdadır uşaqlar. Sadəcə bunları məchulda işlədə bilməzsiniz. Hansıdır ki, ancaq qayıdışda işlənir, onu tapasınız. Aha, bax, atılmaq feilin iki cür işlədə bilirəm. Biri var, deyirəm ki, zibil atıldı kimsə tərəfindən, olur məchul. Düz deyil, məchul. Bir də var, deyirəm ki, əskər irəli atıldı. Orada da olacaq qayıdış. Deməli, bu getdi. Açılmaq. Desəm, qapı açıldı, o məşhur cümlə. Qapı açıldı. Bu olur, uşaqlar, kimsə tərəfindən olur deyə, bu olur məchul. Bir də var, deyirəm, gül açıldı. Gülü dartıb ləçəkləri mən açıram. Yox. Deməli, bu da işi özlərində icra edir, olur qayıdış, getdi. Çəkilmək. Məsələn, divara rəsm çəkildi. Məchul kimsə tərəfindən. Bir də var, deyirəm ki, mən qırağa çəkildim. Kimsə çəkmədi ki, özüm çəkildim. Olur qayıdış. Daranmaq. Deyirəm ki, yun darandı kimsə tərəfindən. Olur məchul. Bir də var, deyirəm ki, qız darandı. Qız darandı olacaq nə? Özü daranır da. Daramaqdan daranmaq. Bu da olur qayıdış. Aha, getdi. Amma qızınmaq ancaq uşaqlar qayıdışda olur. Qızınmağın məchulu yoxdur. Aydındır. Cavabımız ona görə D variantı. Aha, deyir nümunədə feilin hansı şəkillər işlənib? Bax, ağlasan ağlaram, gülsən gülərəm, yaşasan yaşaram, ölsən ölərəm, varımı səninlə yarı bölərəm, gəl bir də üzündən öpüm Təbrizim. Süleyman Rüstəmin Təbrizim şeiridir bu. Uşaqlar, ümumiyyətlə sizə nümunə verəndə məndən sizə bir tövsiyə, həmişə nümunəni axıra qədər oxuyun. İndi baxaq. Ağlasan ağlarım, gəlin kök və şəkilçi ayıraq. Ağdan olmayacaq da, ağlamaqdan, ağlasa, ağlasanın şəxs sonluğudur. Hardan bilirəm şəxs sonluğu olduğunu? N-ni atın oradan. N-ni atanda nə olur? Ağlasa. Üçüncü şəxsdə düşünürəm də, düz deyil, o ağlasa. N-ni qoyan kimi nə olur? Sən ağlasan. Deməli, N nədir orada? Şəxsi bərpa edir. Şəxs sonluğudur. Aha, burada şərt şəklidir. Sonra ağlaram, ağlaram uşaqlar. Əslində ağlayaram feili var ha. O feilin ixtisara düşmüş formasıdır biraz. Sadəcə burada qafiyə uysun deyə orada ağlaram kimi veriblər. Ağlamaq elə bir olur sözün kökü. Burada ar-ər şəkilçisinin uşaqlar rız, ası burada düşüb. Ağlamaq kökdür. Burada bir təkcə r olur. Amda şəxs sonluğudur. Yəni qeyri-qəti gələcək. Gülsən gülərəm, yenə gülmək, gülsə, gülsən, şərt, gülərəm. Burada amma verib. Qeyri-qəti gələcək. Yaşasan yaşaram. Yaşdan yaşamaq. Yaşasanı. Aydındır. Bu formada şərt. Yaşaram. Yaşdan yaşamaq. Yaşayaram. Ölsən ölərəm. Yenə şərt. Sonra qeyri-qəti. Varımı səninlə yarı bölərəm. Qeyri-qəti. Gəl bir də üzündən öpüm. Təbrizim öpüm. Mən öpüm. Əmr edir də şəxs sonluğu ilə düzəlir. Deməli nə oldu? Şərt oldu. Xəbər oldu. Çünki zamanlar var idi. Bir də əmr var. Qurtaracaq B-dir. Burada ardıcıllıq istəmirdi sizdən. Sonra birində yer zərfi var. Kənd yaşıllığa qərq olub. Uşaqlar, kənd sözü isimdir, yadda saxlayın, məkan mənalıdır. Getdi bu. Qərq olmaq, mürəkkəb feil, yaşıllıqda isim. Düşmən geri çəkilirdi. Düşmən isim. Geri yer zərfidir, çəkilmək feildir. Cavabım B-dir. Sabah vaxtında gələrsən. Sabah zaman zərfi, gəlmək feil, vaxt da təbii ki isim. İdmançı cəld kənara tullandı. Tullanmaq feil, idmançı isim, cəld tullandı. Tərz hərəkət zərfi kənara. Burada da uşaqlar kənar tərəfi bildirir də, kənar tərəf. Aydındır, yəni burada yer zərfi deyil o.
Sonra otaqda heç kəs yox idi. Yox idi predikativ sözdür. Bu heç kəs qeyri-müəyyən əvəzi otaqda isim. Qurtarıcı cavabım oldu B variantı. Sonra 19. 19-da hansı söz zərf deyil? Uşaqlar, babə bitişdiricisi an-ba-an zərf düzəldir. Dilucu danışdı, zərf düzəldir. Üzbəüz oturduq, zərf. Atüstü danışdı. Məsələn, atüstü getdi. Bu da zərfdir, tərz hərəkət. Cürbəcür, növbənöv, rəngbərəng, rəngarəng zərf deyil, sifətdir. Cavab oldu C. 20-yə də baxaq, sonra keçəcəyik mətnlərimizə. Hansı cümlədə feil-sifət tərkibi yaradıb? Açılmış vərəqdir, açılan səhər. Uşaqlar, əvvəla mən sizə burada açar sözümü də deyim. Açar sözümüz uşaqlar hədiyyədir. Bu hədiyyə sözünü mənə kim desə, açar sözü soruşacağam. Biləcəm ki, o iştirak edib, sınağa baxıb. Aha, deməli uşaqlar, burada gəldik sonuncu suala. Hansı cümlədə feil-sifət tərkib yaradıb? Uşaqlar, baxın, açılmış vərəqdir, açılan səhər, qulaq as, gör sənə söyləyir nələr. Açılmış vərəq, necə vərəq açılmışmış? Burada ismi təyin eləyir deyə nədir? Feili sifət. Açmaq kök, ıl leksik, mışda feili sifət. Açılan səhər, açmaq, açılmaq, anda burada feili sifət. İkisi də feili sifətdir uşaqlar, amma burada tərkib yaratmayıb. Baxın, özündən əvvəl boşluq var. Görürsünüz, vərəq deyir uşaqlar, burada inversiyadır. Belə bu birisi nətər olmalıydı? Cümləni də buraya yazacağım, bu formada olmalıdır. Baxın, bu formada. Açılan səhər açılmış vərəqdir. Bax, deməli, açılan səhər açılmış vərəqdir. Açılan səhər ayrı bir söz birləşməsi, açılmış vərəqdə ayrı bir söz birləşməsi. Yəni, bax, ətrafına söz toplamayıb, təkcə feil sifət. Bu da ətrafına söz toplamayıb. Yəni, açılan səhər açılmış vərəq o demək deyil. Yəni, bununla əlaqəyə girmir axı açılan səhər açılmış sözü ilə. Əlaqəyə girmir deyə bu da olur təkcə feili sifət. Yəni, tərkib yaratmayıb ikisi də. İnversiya olub da, elə bir sözlər yerində dəyişib, xəbər əvvələ keçilib. Bu da sizi çaşdıra bilər, çaşmayın. Aha, qulaq as, gör sənə söyləyir nələr. Burada da yoxdur, bu getdi deməli. Sonra, vətən torpağını qoruyan əskər, dırnaqla, diş ilə qazıyar səngər. Bax, burada avtomatik görürəm. Qoruyan əskər. Hansı əskər? Vətən torpağını qoruyan əskər. Görürsünüz, vətən torpağını yığıb ətrafına əvvəldə yəni olub feil-sifət tərkibi. Aha, sözlərindən hansısa qocaya təsir etdi. Gözünü mənə dikib bir xeyli fikrə getdi. Burada feil-sifət yoxdur. Hər gün bir kəşf etmək, nə isə yeni işıqlı sabaha aparar səni. Uşaqlar, burada da məqməkdir, məstərdir, feil-sifət yoxdur. Gözü yumub açınca baş açmıram, nə işdi? Tamamilə həyatım dəyişdikcə dəyişdi. Dıqca feili bağlamadı uşaqlar. Önca da feili bağlamadı. Yəni feil-sifət burada yoxdur. Cavabım olur B variantı. Sizə uğurlar arzu edirəm uşaqlar. Növbəti videomu bu mətnlə bağlı çəkəcəm.